Sizinlə elə bir dondurmalar paylaşacağım. Yəni heç bir marketdə bu dondurmaları tapa bilmərsiniz. Bu dondurmanın baxın qiyməti cəmi 3 manatdır. Rusiya istehsalıdır. Hər növü var. Məsələn o Dubai şokoladdır, bu qara şokoladlandır. Baxın bu mango ilandır. Bu fındıqlı şokoladdır. Yəni burada bunun olmayan növü yoxdur. O qədər ləzzətlidir. Hər kəsə məsləhət görürəm, burada gəlib bu dondurmaların dadına baxsın. Bu Maraş dondurmaları 81% südlü tərkibi və tərkibdə keçi südündən ibarətdir. Belə növdə var. Nasıl bilmirəm hansını çəkim paylaşım. Baxın, Mışqa dondurmaları, plan 1 bunlar o qədər ləzzətlidir. Qiymət də cəmi 1 manat 80 qəpikdir. Marketlərdə bu dondurmadan yoxdur. Şokolad brown var. Bu bir də bunun bozlu növü var. Oyda bunlar bilsiz necə dadlı plan 1-lərdə. Ya marketlərin heç birində bu plan 1-lərdən yoxdur. Kenyalı çox qəşəngdir bu dondurmada. Məsələn. Bax, qoz gavallı dondurma. Ümumiyyətlə burada dondurmaların hamısının qiyməti belə deyim də 50 qəpikdən 3 manat arasıdır. Burada bahalı dondurma yoxdur. Ən vacib yəni normal qiyməti olan dondurmalardır. Dondurma tortları paylaşım sizlərdə. Hər yerdə olunur. Baxın. Qonaq getdikdə dondurmalar tortlarını alıb apara bilərsiniz. Rulet dondurmalar. Yayda ümumiyyətlə qonaq getdikdə baxın belə dondurma tortlardan alıb aparmaq ən yaxşısıdır. Hər kəs dondurmanın yerini soruşacaq. Dondurmaların Topdan və Parakəndə satış mağazasıdır. Baxın, yanında da balıq nömrə 1 mağazası var. Ümumiyyətlə bu küçə Optavoylar küçəsidir. Azinin yataqxanasının düz yanıdır. Köhnə Drujba kinoteatrının arxa küçəsi. Baxın belə deyim.